görə və insanlara belə deyək də motivasiya elədiyinizə görə təşəkkür bildirmək istəyirəm. Çox sağ olun. Amurda olanda elə FİT-in məhz atributda hissəciliyi mən göndərmişdim ora. Ondan motivasiya olmuşdu ki, nə yaxşı falan ki. Elə Azərbaycana gələndə də görəndə ki, belə ki bir seminar deyək, seminarlar keçirirsiniz, dedim ki, biz oraya getməliyik. Çox təşəkkür edirəm. Və müəlliməmizə də yəni misal edirəm ki, yəni biz FİT-də səhnəyə belə çıxanda, seminarda belə çıxanda, o danışdığın kimiyə necə təsir edəcəyini bilmirsən. Əmin olan bunu dəryaya atırsan. O gedir, lazımi insanlara, lazımi həyatlarına təsir edir. Yəni, həyat bundan ibarətdir. Yəni, siz də həyatda nə edəcəksiniz? Kütləyə baxıb ruhdan düşməyəsiniz. Kütlə sizin elədiyiniz əməyə heç vaxt dəyər verilməyəcək. Bir mənada. Bax, bu kütlədən danışaq. Bir biznes ideyanız olacaq. Deyəcəksiniz ki, bu ideyanı bu kütlə həmin dəqiqə qəbul edəcək. Edəcəkdir. Bax, garanti verirəm. Yəni, sizin üçün o ideya mükəmməl olacaq. Atacaqsa o milli biznes ideyasını ortaya, o qarşılığı görməyəcəksiniz. Yəni, bir seminar keçəcəksiniz, hər kəs gələcək deyirsə. Yəni, mən bu danışığım superdir, hər kəs gəldi dinlənməyəcəkdir. O, bu gələcək. Tamam, individuallar. Tamam, bir kitab yazacaqsan, deyəcəksin ki, hamı bunu oxuyacaq. Garanti verirəm, yəni. Tamam mı? İndividuallar nə məhsul qoysa ortaya bu coğrafiyada, yalnız individuallar onu mənimsəyəcək və siz də zaten gözləntinizi də buna qoymalısınız. Yəni, mən atıram dəryaya, kiminsə həyatına, kiminsə bu təsir edəcək, yəni. Tamam mı? Və mükafat da budur, yəni. Düzdür, amal da budur, yəni. Bunun şeyi heç bir maddi qarşılıqla ölçülmür.